4 yumurta, 300 gram şeker, 1 paket vanil karıştırırıq. 120 ml duru yağ, 200 gram süt. Mikserle karıştırırıq. 1 paket kabartma tozu, 400 gram un. Unumuzu az əlavə edirik. Qatı xəmir olur. Əvvəlcədən isitdiyimiz 170 dərəcəlik sobada 25-30 dəqiqə bişiririk. Bişib soyuduqdan sonra qabımızdan çıxardıb kənarlarını kəsirik və umac edirik. Qatlaşdırılmış südlə üzərini bəzəyirik. Kənarlarına da vururuq. Etdiyimiz umacı üzərini bəzəyirik. Və kənarlarına da vururuq. Dadlı reseptlər üçün izləmədə qalın. Hazırlayacaq olanlara əvvəlcədən nuş olsun. İzlədiyiniz üçün təşəkkürlər.